Salam əziz tələbələr, vaxt qazandıran sualların 26-cısında cədvəllər mövzusuna aid bir sual görürsünüz. Burada qarışıq görsənə bilər. L, M, N, P, Q fərqli hərflər verilib, fərqli qiymətlər verilib, amma daha sadə düşünmək lazımdır. Burada L ilə M cəmini görürəm. Neçə eləyir? 26. Şərtdir ki, elə M, N cəmini tapım, yaxud da ki, K, L cəmini tapım. L, M cəmi deyirsə, buradan M ilə L-i silirəm, yerinə yazıram 26. Üzərinə gəl. Sonra nə görürəm? P ilə N-in kəsişməsi var. P ilə N-in cəmi nə verir? 30. Buradan N ilə P-ni silirəm, yerinə yazıram 30. Bir də K ilə Q qaldı. K ilə Q-nun da kəsişməsi neçə verib? 34. Burada yazıram plus 34. Minus 50-nin özünü yazıram. Bölünsün 8. 26, 34 elədi 60, 90 çıxdı, mələsini elədi 40. Bölünsün 8 bərabərdir nəyə? 5-ə. Bitdi. Yəni burada M, N, K, L, P, Q ardıcılığından verilib deyə sən də mütləq o ardıcılığından getməlisən deyə bir şey yox. Buradan cədvəldən çıxartdığı məlumatlar yazmağın kifayət eləyir.